Gənclər və İdman Nazirliyinin rəsmiləri, məşqçilər və idmançılar Ulu Öndərin abidəsini önünə əklil qoyub xatirəsinə ehtiramlarını bildiriblər. Qeyd edək ki, 24 gün sonra başlayacaq planetin ən mötəbər yarışında 16 idman növündə 53 təmsilçimiz mübarizə aparacaq. Rəhbərimiz tərəfindən cənab İlham Əliyev, Milli Olimpiya Komitəsinin prezidenti idmançılarımızı olimpiya oyunlarına iştirakla bağlı olaraq onlara xeyir dua vermə günüdür və onların London Olimpiya oyunlarına yola salınır. Hal-hazırda 53 lisenziya qazanılmışdır və mən ümidvaram ki, dövlətimizin idmançılarımıza göstərdiyi ehtimat, ölkə prezidentimizin ehtimadını idmançılarımız öz uğurları ilə doğrultmuş olacaqlar. İnşallah olimpiyada getmək məqsədimiz. Medalla biz 7 boksyor, bir qız. İnşallah əziyyət çəkirik gecə gündüz. İnşallah əziyyətimiz yerdə qalmaz. İnşallah gedirik Azərbaycan üç rəngli bayrağın layiqincə göylərdə uzaldaq və Azərbaycana medalla qayıdaq. Biz indi hal-hazırda zbora gedirik, sabahları inşallah hazırlaşırıq. Tam hazırdırıq, inşallah zborda tam hazır olacaq. İnşallah olimpiyada gedirik ki, medal gətirmək Azərbaycana. Siz indi xarici xəbərlər blokunu izləyə bilərsiniz. Böyük Britaniyanın əczaçılıq nəhəngi GlaxoSmithKline şirkəti səhiyyə fırıldağında ittiham edilərək 3 milyard dollar məbləğində cürət daşıdıqlarını etiraf ediblər. Bura həmçinin Paxil və Wellbutrin kimi saxta brendli dərmanlar və Avandia preparatı barəsində təhlükəsizlik məlumatlarının müvafiq dövlət orqanına təqdim edilməməsi də daxildir. Baş prokurorun müavini James Cole bildirib ki, hazırki fırıldaq işi üzrə müəyyən edilmiş cərimə məbləği əczaçılıq şirkətinə qarşı indiyədək irəli sürülmüş ən böyük məbləğli cərimə iddiasıdır. James Cole hökumətin 5 il müddətində razılaşmanın şərtlərinin icrasına nəzarət məqsədi ilə yoxlamalar aparmaq barədə korporasiya ilə razılığa gəldiyini də açıqlayıb. Stern qəzetinin verdiyi məlumata görə, Almaniya Konstitusiyasının müdafiəsi üzrə federal qurumun rəhbəri Heinz Frommun ultrasağçı ekstremist qüvvələrə qarşı apardığı istintaq zamanı buraxdığı səhvlərə görə istefaya getməsindən sonra Almaniyada yaşayan türk icması adı çəkilən qurumun səlahiyyətlərini düzgün yerinə yetirməməsində tənqid edir. İcmanın rəhbəri Kənan Kolatın sözlərinə görə Almaniyanın təhlükəsizlik xidmətləri orqanlarına inam sıfıra enib. Xatırladaq ki, ultrasağçı ekstremist qüvvələr Almaniyada 10 miqrantın öldürülməsində şübhəli bilinir. Onlardan 9-u gənc türk iş adamı, biri isə Yunan əsilli polis əməkdaşı olub. Yay aylarında ərzaq təhlükəsizliyi məsələləri daha aktual olur. Belə ki, bir sıra viruslar məhz bu aylarda fəallaşır. Ermənistanın Atsaq qəzetinin Ermənistanın Milli İstehlakçılar Assosiasiyasının sədri Melita Akapyanın sözlərinə istinadən verdiyi məlumata görə keyfiyyətsiz ərzaq və çirkli hava ucbatından ölkədə insult, infarkt və xərçəng xəstəlikləri artıb və adı çəkilən xəstəlikləri hətta uşaqlarda da rast gəlinir. Qəzetə müsahibəsində Ermənistanda allergiya isə geniş miqyas alıb, deyən Akapyan əlavə edib ki, ərzaqın necə hazırlanması və istehlakçıya necə çatdırılmasının böyük əhəmiyyəti var. Amma nə etmək olar? Bunlara fikir verən və məhəl qoyan yoxdur. Assosiasiyanın monitorinq və marketinq şöbəsinin müdiri Frunze Ayatyan isə bildirib ki, çörək məmulatlarının istehsalında emalın düzgün aparılmaması, əlavələrdən həddindən artıq istifadə olunması və sair kimi xeyli pozuntulara rast gəlinir. Stat: Ermənistanda satılan çörək bulka məmulatlarının 1/3 hissəsi naməlum və şübhəli mənşəyə malikdir. Məsələ burasındadır ki, istehsal zamanı çoxlu sintetik materiallardan istifadə olunur. Bu isə öz növbəsində onkoloji xəstəliklərə gətirib çıxarır. Statın sonu. Amerika Birləşmiş Ştatlarının Təchizat İdarə Etmə İnstitutunun hesabatına görə iyun ayında ölkədə istehsal və ixracatın həcmi son 3 ildə ilk dəfə olaraq aşağı düşüb. Yeni sifarişlərin sayında da kəskin azalma qeyd alınıb. İnstitutun məlumatına görə ötən ay istehsal aktivliyi indeksi 49,7 səviyyəsinə düşüb. Bu, 2009-cu ilin iyulundan bəri qeydə alınan ən aşağı göstəricidir. Qeyd edək ki, may ayında bu göstərici 53,5 idi. Təchizat İdarə Etmə İnstitutunun məlumatına görə yeni sifarişlər indeksi isə 60,1-dən 47,8-ə düşüb. İnstitut rəsmiləri istehsalın növbəti bir neçə ay ərzində zəif olacağını proqnozlaşdırırlar. Ermənistanın Metsamor Atom Elektrik Stansiyası bərbad hala düşüb. Artıq vəziyyət o yerə çatıb ki, erməni ekoloqları özləri həyəcan təbili çalmağa başlayıblar. Bu ölkənin Ekolor təşkilatı Ermənistanın Səhiyyə və Fövqəladə Hallar Nazirliklərinə müraciət edib. Ötən ay Metsamor Atom Elektrik Stansiyası ətrafında olan əkin sahələrini su basıb.
Stansiyanın bir neçə kilometrliyində baş verən daşqınlar atom elektrik stansiyasının irriqasiya sistemini tamamilə sıradan çıxarıb. Bu da stansiyanın su tullantıları çıxan borularına təsirsiz ötüşməyib. Məsələ ilə bağlı Ermənistanın Ekolor təşkilatının işçi qrupu hadisə yerində olub. Onların məlumatına görə atom elektrik stansiyasının zirzəmiləri su altında qalıb. Daşqın suları tullantıları da zirzəmiyə toplayıb. Ekoloqlar burada it, pişik və hətta toyuqların məhv olduğunu deyiblər. Vəziyyətlə bağlı Ekolor Ermənistanın Səhiyyə, Fövqəladə Hallar Nazirliklərinə müraciət edib. Xatırladaq ki, Metsamor atom elektrik stansiyasındakı reaktorun istifadə müddəti 2001-ci ildə başa çatıb. Ermənistanda iqtisadiyyatın acınacaqlı vəziyyəti hətta yuxarı dairələrdə də etiraf edilir. Redaksiyası Parisdə yerləşən Nouvelle d'Arménie saytına müsahibəsində Maliyyə naziri Vaşe Gabrielyan bildirib ki, iqtisadi fəaliyyətlə məşğul olanların 40%-ə qədəri vergi bəyannaməsi və hesabat təqdim etmir. Dövlət proqramında da bu hallarla mübarizə üçün ciddi tədbirlər nəzərdə tutulmayıb. Qeyd edək ki, müxalifət ölkənin xarici borcunun artmasından da narahatdır. Belə ki, xarici borc 2008-ci ildə ümumi daxili məhsulun 18% həcmində idisə, hazırda 45%-ə çatıb. The Independent-in məlumatına görə büdcə xərclərinin azaldılması səbəbindən Böyük Britaniyada muzey və qalereyalar bağlanır. Britaniyanın muzey və qalereyalarını təmsil edən Muzeylər Assosiasiyasının yeni araşdırmasına görə sərt maliyyə tədbirləri ölkənin mədəni irsinə dağıdıcı təsir göstərir. Xərclərin kəskin şəkildə azaldılması nəticəsində muzeylərin demək olar ki, 1/4-i bölmələrin hamısını və ya bir neçəsini bağlamaq məcburiyyətində qalıb. Assosiasiyanın araşdırması göstərir ki, muzeylərin 11%-i bölmələrin hamısını bağlayıb, 22%-i bölmələrin bəzilərini müvəqqəti olaraq və ya həmişəlik bağlayıb. Muzeylərin yarıdan çoxu son bir ildə büdcə xərclərinin azaldılmasından ziyan çəkir. Onların 42%-i iş yerlərini ixtisar edib, bir çoxu ixtisarları məktəblərdən olan ekskursiyaların qiymətini artırmaqla və iş saatlarını azaltmaqla əvəz edib. Zərər çəkən muzeylərin 60%-ni yerli icra orqanları tərəfindən maliyyələşdirilənlər təşkil edir. Muzeylər Assosiasiyasının direktoru Mark Taylor'ın sözlərinə görə vəziyyət yaşlığa doğru dəyişmir, hətta daha da pisləşir. İspaniyada ötən ay təzə avtomobillərin satışında 12,1% geriləmə qeydə alınıb. Bu ilin ikinci rübündə isə satışlar 8,2% aşağı düşüb. Milli Avtomobil İstehsalçıları Assosiasiyasının xəbərinə görə bu vəziyyət ölkə tarixində ən böyük geriləmədir. Bundan əlavə avtomobil satış mərkəzlərinə gələnlərin də sayı 30% azalıb. Satış həcminin azalmasına səbəb kimi iqtisadi vəziyyətin pisləşməsi və kreditin verilməməsi göstərilir. Ötən il ölkədə avtomobil satışları 17,7% azalaraq 1993-cü ildən bəri ən aşağı həddə inmişdi. Avrogrupun rəhbəri Jean-Claude Juncker Avropa İttifaqının sammitində razılaşdırılmış İspaniya və İtaliya banklarının birbaşa əsasda yenidən kapitallaşdırılması qərarının Yunanistana şamil edilməyəcəyini bildirib. Amna internet televiziyasının müsahibəsində Juncker bildirib ki, Yunanistanın xilas yardımı barədə memorandum daha əvvəldən razılaşdırıldığından yeni şərtlər Yunanistana aid edilməyəcək. O bildirib ki, İtaliya və İspaniya münasibətdə qəbul edilmiş proqram bir çox aspektlər baxımından Yunanistana tətbiq edilə bilməz. Çünki Yunanistanla razılaşdırılmış xilas paketinin şərtləri başqa cürdür və böhranın mərhələləri də başqadır. Yunanları hazırda ən çox maraqlandıran məsələ sərt büdcə siyasət tədbirlərinin nə vaxt sona çatacağı sualına münasibət bildirən Avrogrupun rəhbəri qeyd edib ki, bu ölkədə sərt büdcə siyasət tədbirləri hələ bir müddət tətbiq edilməlidir. Çünki bu tədbirlər ölkənin rəqabət qabiliyyətini artırmaq və iqtisadi zəifliyini aradan qaldırmaq üçün ən effektiv vasitədir. Ölkədə yeni hökumətin formalaşdırıldığı hazırki şəraitdə Yunanistanın xilası barədə razılaşdırılmış memoranduma yenidən baxılması nə dərəcədə realdır? Sualını cavablandıran Jean-Claude Juncker bildirib ki, hadisələrin gedişini önləmək fikrindən uzaqdır, lakin məsələ ilə bağlı Yunanistanın yeni baş naziri ilə daimi əlaqədadır və bu məsələ də müzakirə mövzuları sırasına daxildir. Juncker əlavə edib ki, bütün iqtisadi tədbirlərlə yanaşı insanların ağır sosial vəziyyəti də nəzərə alınmalıdır. Bizim Yunanistanda humanitar böhran yaratmağa haqqımız yoxdur, deyə Avrogrupun rəhbəri Jean-Claude Juncker fikrini tamamlayıb. Almaniyanın Xarici İşlər naziri Guido Westerwelle xəbərdarlıq edərək bildirib ki, ölkəsi Avrozonanın borc böhranı ilə mübarizədə əldən düşüb. O televiziyaya müsahibəsində deyib, iqtisadiyyatımızın çəkici gücü tükənməz deyil, buna görə də həmrəylik nümayiş etdirməliyik. Nazir Avrozonanın bir neçə dövlətini iflas təhlükəsi altında qoyan borc böhranının qarşısının alınması üçün Avrobondun buraxılmasına qarşı bir daha öz etirazını bildirib. Onun sözlərinə görə Almaniya bütünlüklə Avropanın borclarının öhdəsindən gələ bilməz. Handelsblatt qəzetinin verdiyi məlumata görə Almaniyanın İqtisadi Araşdırmaların İnstitutu olan İFO-nun rəhbəri Hans-Werner Zinn Almaniyanın maliyyə stabilliyinin təhlükə altında olduğunu açıqlayıb. O, London və Paris banklarının borc böhranından qurtulduqdan sonra Cənubi Avropa banklarının da borcdan xilas etmək növbəsinin gəldiyini bildirib.
Bu isə Almaniyanın borc böhranından əziyyət çəkən ölkələr tərəfindən böhranın dərinliklərinə sürüklənməsi deməkdir. Hans-Werner Zinn, kansler Angela Merkelin Avropa tərəfindən böyük təzyiqə məruz qalması və bu təzyiqə getdikcə tab gətirməməsi ilə bağlı fikrini bildirib. O deyib, Avropa əhalisi Almaniyanı imperialist ölkə kimi təqdim edərək federal hökumətdən maliyyə tələb etmək istəyir. Almaniyanın Bild qəzetində ölkənin hərbi qüvvələrində bu il ərzində qeydə alınan itkilər və həmin hərbi qulluqçuların mənşəyi barəsində faktlar əks olunmuş məqalə dərc edilib. Məqalədə qeyd edilir ki, 2008-ci ilin yayından etibarən Əfqanistan əməliyyatlarında həlak olmuş hərbi qulluqçuların 50%-ni miqrant mənşəli və ya Şərqi Almaniyadan olanlar təşkil edir. Şərqi Almaniya əhalisi ölkə əhalisinin 5%-ni təşkil etsə də, Əfqanistan əməliyyatlarında həlak olan hərbi qulluqçuların 3%-i Şərqi Almaniyanın payına düşür. Bild qəzeti statistik məlumatlara əsaslanaraq bildirir ki, həlak olan hərbi qulluqçuların əksəriyyəti iqtisadi cəhətdən zəif regionlardan olan az təminatlı şəxslərdir. Ölkədən xaricdə xidmət edən hərbi qulluqçuların böyük əksəriyyəti bu kateqoriyadan olan şəxslərdən ibarətdir. Beləliklə, xarici əməliyyatların əsas yükü və ağırlığı maddi ehtiyaclarını təmin etmək məqsədi ilə ordu sıralarına qoşulan şəxslərin üzərinə düşür. Qeyd edək ki, Almaniyada ötən il məcburi hərbi mükəlləfiyyətin ləğvindən sonra ordu əsasən könüllü və ödənişli əsaslarla təşkil edilməyə başlayıb. Almaniyanın Müdafiə Naziri də bir qədər öncə məsələyə münasibət bildirərək iradların əsaslı olduğunu etiraf edib. O bildirib ki, Şərqi Almaniyada işsizliyin daha yüksək olması səbəbindən ölkənin bu hissəsindən maddi sıxıntılar səbəbindən ödənişli əsaslarla ordu sıralarına yazılanlar daha çoxdur. Suriyada hökumət qüvvələri ilə müxalif qruplar arasında baş verən toqquşmalarda 70 nəfər həlak olub. Suriya İnsan Haqları Monitoring qrupunun verdiyi məlumata görə hökumət qoşunları Homs və Duma şəhərlərində məhəllələri atəşə tutub. Keçirilən əməliyyatlarda bir çox ev dağıdılıb. Ərəb Ölkələri Liqasının rəhbəri Qabil Əl-Ərəbi Suriya müxalifət qruplarını fikir ayrılıqlarını kənara qoyub birləşməyə çağırıb. O, həmçinin Suriyada milli birlik hökuməti yaradılması ilə bağlı yeni sülh planını tənqid edib, bildirib ki, burada hakimiyyətin verilməsinin konkret vaxtı göstərilmir. Bu arada onlarla Suriyalı hərbiçi, o cümlədən bir general və 7 zabit Türkiyə ərazisinə keçib. Onlar Türkiyədən sığınacaq istəyiblər. Ölkədən qaçan zabitlər əsasən sərhədə yaxın ərazidə yerləşən artilleriya diviziyasının hərbiçiləridir. Fərarilərin ümumi sayı 85 nəfərdir. Qeyd edək ki, iyunun sonlarında Suriya hava hücumundan müdafiə qüvvələri Türkiyə məxsus kəşfiyyat təyyarəsini vurub. O vaxtdan iki ölkənin sərhədində vəziyyət daha da gərginləşib. Çatdıracaqlarımız elə bu qədər. Siz hadisələrin inkişafını daim yenilənən internet səhifəmizdə də izləyə bilərsiniz. İndi isə Heydər Əliyev mərkəzində 2012-ci il London 30-cu yay olimpiya oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətini yola salma mərasimindən hazırlanan xüsusi buraxılışa baxa bilərsiniz. Sağ olun. ...2012-ci il London 30-cu yay olimpiya oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin yola salma mərasimi. 3 iyul 2012-ci il. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev mərkəzində 2012-ci il London 30-cu yay olimpiya oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin yola salma mərasiminə gəldilər. Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev. Əziz idmançılar, əziz dostlar, mən sizin hamınızı ürəkdən salamlayıram. Bugün biz London yay olimpiya və paralimpiya oyunlarında iştirak edəcək olimpiya və paralimpiya komandalarımızı rəsmi qaydada yola salırıq. Bu ayın sonunda olimpiya və paralimpiya oyunları keçiriləcəkdir və mən bütün idmançılarımıza böyük uğurlar arzulayıram. Əminəm ki, idmançılarımız Azərbaycanı ləyaqətlə təmsil edəcək və vətənə böyük qələbələrlə qayıdacaqlar. Bunu deməyə əsas var, çünki Azərbaycanda idman sürətlə və uğurla inkişaf edir. İdmanın inkişafı Azərbaycanda dövlət siyasətidir və Azərbaycan dövləti
Azərbaycan idmanının inkişafı üçün konkret addımlar atmışdır. Və bu siyasət davam etdirilir. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmançılara olan hörmət cəmiyyətdə yüksək səviyyədədir. İdmançıların məişət problemlərinin həlli məsələləri yüksək səviyyədə təşkil edilir və bütün bu amillər həm idmanın inkişafına böyük təkan verir, eyni zamanda gənclərdə, yeniyetmələrdə, uşaqlarda idmana olan marağını artırır. Və mən çox şadam ki, idman bölmələrinə axın kütləvi xarakter alıbdır. İndi idmanla məşğul olmaq üçün də bütün şərait var və biz idmanın inkişafı ilə bir neçə vacib məqsədi təmin edirik. İlk növbədə ölkəmizin idman şöhrətini yüksəklərə qaldırırıq. Eyni zamanda idmanın kütləviliyini təmin edirik və idman infrastrukturunun tikilməsi ilə bu kütləvilik daha da geniş vüsət almışdır və idman hər bir insanın sağlamlığı üçün çox mühüm olan amildir. İdman insanları həm fiziki cəhətdən sağlam edir, eyni zamanda gözəl, milli, mənəvi dəyərlərimizi idmançılara, uşaqlara aşılayır. Bir sözlə, Azərbaycanda idmanın inkişafına dair olan siyasət çox uğurludur və deyə bilərəm ki, bəzi ölkələrdə bizdə olan təcrübə öyrənilir və tətbiq edilir. İdmanın inkişafını müəyyən edən bütün amillər Azərbaycanda var. İdmançılarımız beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil edirlər. Hər il yüzlərlə medal qazanırlar və həm dünya, həm Avropa çempionatlarında Azərbaycanın milli bayrağı dalğalanır, Azərbaycanın milli himni səslənir. Əlbəttə, hər bir Azərbaycan vətəndaşı üçün bu böyük sevincdir, böyük fərəh hissi yaradır və mən əminəm ki, bundan sonraki dövrdə də idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edəcəklər. İdmanın kütləviliyinin təmin edilməsi üçün Azərbaycanda geniş tikinti, quruculuq işləri aparılır. Hal-hazırda 34 regional olimpiya mərkəzi tikilmişdir. 8 mərkəzdə tikinti davam edir və əminəm ki, yaxın zamanlarda hər bir rayon mərkəzində müasir olimpiya idman kompleksi açılacaqdır. Bu siyasəti biz 2000-ci ildən başlamışıq və son 12 il ərzində demək olar ki, bölgələrimizin əksəriyyətində müasir olimpiya kompleksləri tikilmişdir. Və gənc idmançılar, uşaqlar bu imkanlardan səmərəli şəkildə istifadə edir və bizim milli olimpiya komandamızın tərkibində olan idmançıların bəziləri də məhz son illər ərzində tikilmiş olimpiya komplekslərində öz idman fəaliyyətini başlamışlar. Bu, yenə də qeyd eləmək istəyirəm ki, həm idmanın kütləviliyini təmin edir, eyni zamanda gənc idmançılarımızın yetişdirilməsində də çox mühüm bir vasitədir. Bunu da qeyd eləmək istəyirəm ki, mən çox şadam ki, Azərbaycanda idmanın inkişaf dinamikası da çox müsbətdir. Yeni, gənc nəsil yetişir və olimpiya komandamızın tərkibində olan idmançıların böyük əksəriyyəti ilk dəfə olaraq olimpiya oyunlarında iştirak edəcəkdir. Yəni, bu onu göstərir ki, idman ardıcıllıqla inkişaf edir, nəsillər idmanda dəyişir və gənclər də böyüklərin, çempionların yerlərini tuturlar. Gənclərin idmana olan marağı xüsusilə böyük əhəmiyyətə malikdir və bu maraq eyni zamanda beynəlxalq yarışların nəticələrində də özünü göstərir. Birinci Ümumdünya gənclər arasında keçirilən olimpiya oyunlarında Azərbaycanın gənc idmançıları böyük uğurlar qazanmışlar və komanda hesabında 10-cu yeri tutmuşlar. Yəni, bu onu göstərir ki, idman Azərbaycanda ardıcıl şəkildə inkişaf edir, gənclər böyük maraq göstərir
Və beləliklə bu bizə imkan verəcək ki, bundan sonra bütün dövrlərdə gənc, istedadlı, idman nəsli yetişdikcə biz uğurlarımızı davamlı edəcəyik. Kütləviliyə gəldikdə, əlbəttə, idman bir də demək istəyirəm ki, hər bir insan üçün gündəlik həyat tərzi olmalıdır. İdmanla məşğul olmaq hər bir vətəndaşa mən tövsiyə edirəm. İdmanın çox böyük xeyri var. İdman insanı fiziki cəhətdən möhkəm edir. İdmançılar adətən, xüsusilə Azərbaycan idmançıları böyük mənəvi dəyərlərə malikdirlər və təsadüfi deyil ki, Azərbaycan cəmiyyətində idmançılara çox böyük hörmət var. Bu hörməti bizim idmançılarımız həm öz qələbələri ilə, həm cəmiyyətdə olan fəaliyyəti ilə qazanmışlar. Azərbaycan nisbətən gənc müstəqil dövlətdir. Bizim müstəqilliyimizin cəmi 20 yaşı var. Ancaq bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük uğurlar qazana bilmişik. Və bugün dünyada Azərbaycan idman dövləti kimi tanınır. Beynəlxalq idman ailəsində biz layiqli yeri tuta bilmişik və bugün Azərbaycan idmançıları hər bir rəqib üçün çox ciddi sınaqdır. Və idman ölkəsi adını qazanmaq asan məsələ deyil. Biz öz əməyimizlə, idmançılarımızın zəhməti ilə, məşqçilərin əməyi ilə bu adı qazanmışıq. Və eyni zamanda Azərbaycanda idmanda idarəçilik sistemi də mükəmməldir. Və onu da qeyd eləmək istəyirəm ki, mən şəxsən onun şahidiyəm ki, bir çox ölkələrdə Azərbaycandakı təcrübə öyrənilir. Çünki bəzi hallarda idman federasiyaları arasında, cəmiyyətlər və klublar arasında, Milli Olimpiya Komitəsi və nazirliklər arasında ziddiyyətlər var. Azərbaycanda isə bütün idman qurumları vahid komanda şəklində fəaliyyət göstərir. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri və klublar. Çünki bizim məqsədimiz ondan ibarətdir ki, ölkə idmanını inkişaf etdirək və Azərbaycanın uğurlarını təmin edək. Və bu idarəçilik sistemi bax bu nəticələrə gətirib çıxarmışdır. Düşünülmüş məqsədyönlü proqramlar əsasında qurulan fəaliyyət öz gözəl nəticələrini verməkdədir. Və əgər biz idmançılarımızın beynəlxalq yarışlarda və olimpiya oyunlarında çıxışlarının dinamikasına nəzər salsaq, görərik ki, ildən ilə bizim uğurlarımızın sayı artır. Həm olimpiya idman növləri üzrə, həm qeyri-olimpiya idman növləri üzrə yüzlərlə hər il medal idmançılarımız qazanır. Onu da qeyd eləmək istəyirəm ki, biz bəzi başqa ölkələrdə olduğu kimi burada da heç bir fərq qoymuruq, heç bir ayrı-seçkilik etmirik. Mənim üçün həm ölkə prezidenti, həm Milli Olimpiya Komitəsinin prezidenti kimi olimpiya və qeyri-olimpiya idman növləri arasında heç bir fərq yoxdur. Çünki bütün idmançılarımız Azərbaycan idmançılarıdır. Və onlar bütün yarışlarda Azərbaycanı təmsil edirlər və çalışırlar ki, qələbə qazansınlar və qələbə əzmi bizdə çox yüksək səviyyədədir. Ona görə Azərbaycanda həm olimpiya, həm qeyri-olimpiya idman növlərinin inkişafı üçün çox gözəl şərait var. Federasiyalar möhkəmləndi, federasiyalara gələn rəhbər işçilər öz vəzifə borclarını yerinə yetirirlər və beləliklə hər bir federasiya konkret plan əsasında fəaliyyət göstərir və göstərməlidir. Hər bir federasiya nəticə verməlidir. O federasiyada cəmləşmiş idmançılar nəticə göstərməlidir, qələbə qazanmalıdırlar və Azərbaycanda idman belə çox şaxəli şəkildə inkişaf edir və edəcəkdir. Dünya idman və olimpiya aləmi də Azərbaycanda gedən prosesləri
çox böyük maraqla və təqdirlə izləyir. Bizim beynəlxalq əlaqələrimiz də yüksək səviyyədədir və bunun nəticəsidir ki, Azərbaycanda artıq beynəlxalq yarışların, dünya və Avropa çempionatlarının keçirilməsi bir ənənəyə çevrilib. Belə ay keçmir ki, Azərbaycanda hansısa beynəlxalq mötəbər tədbir yarış keçirilməsin. Bəzi hallarda bir həftə ərzində bir neçə idman növü üzrə yarışlar keçirilir. Yəni bu da onu göstərir ki, bax artıq Azərbaycanda yaradılmış idman infrastrukturu, idmançılara olan diqqət və xalqımızın qonaqpərvərliyi və bu imkanları bizim üçün yaradır. Regional olimpiya kompleksləri ilə bərabər Bakı şəhərində böyük olimpiya infrastrukturu yaradılır. Son illər ərzində bir neçə böyük idman konsert zalları tikilmişdir. Onların içində əlbəttə ki, ən böyüyü, ən möhtəşəmi Bakı Kristal zalıdır. O zalda Eurovision mahnı müsabiqəsi keçirilmişdir. Eyni zamanda istənilən idman yarışı da keçirilə bilər. Tofiq Bəhramov adına Respublika stadionunda aparılmış yenidən qurma və bərpa işlərindən sonra bu stadion bütün standartlara, dünya standartlarına cavab verir. Yaxın günlərdə stadionun təmirdən sonra açılışını biz qeyd edəcəyik. Keçən il Bakıda yeni Olimpiya stadionunun təməl daşı qoyulmuşdur. Hal-hazırda texniki iqtisadi əsaslandırma işləri aparılır. Mühəndislik layihəsi hazırlanır və ümid edirəm ki, bu il Olimpiya stadionunun tikintisi başlanacaqdır və bu bölgənin ən böyük və ən müasir Olimpiya stadionu olacaqdır. Yaxın zamanlarda Bakıda yeni müasir bütün dünya standartlarına cavab verəcək yeni üzgüçülük kompleksinin tikintisinə biz başlayacağıq. Buna da böyük ehtiyac var. İndi demək olar ki, bütün rayonlarda üzmə hovuzları var. Ancaq Bakıda biz bu sahədə geridə qalmışıq. Sovet dövründən qalan hovuzlardan bizim idmançılarımız istifadə edir. Əlbəttə ki, bu dözülməz bir haldır. Ona görə yeni su sarayı və üzgüçülük Olimpiya mərkəzinin tikintisinə böyük ehtiyac var. Gimnastika
ki, bizim idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edəcək. Bir də demək istəyirəm ki, bunu deməyə əsas verən idmançılarımızın dünya və Avropa çempionatlarında uğurlu çıxışlarıdır. Bizim doğrudan da güclü komandamız var. Komanda böyük uğurlara nail ola bilər və bu dəfə tariximizdə ilk dəfə olaraq Azərbaycan Olimpiya oyunlarında böyük say tərkibi ilə çıxış edir. Çünki Olimpiya hərəkatında 50-dən çox idmançılara malik olan ölkə böyük idman ölkəsi kimi tanınır. Bu dəfə Olimpiya oyunlarında iştirak edəcək idmançılarımızın sayı 53'tür. Və bu doğrudan da bizim idman potensialımızı bir daha göstərir. Və idmançılarımızın böyük şansları var, böyük imkanları var və biz hamımız, bütün Azərbaycan xalqı idmançılara yalnız uğurlar arzuluyuruq və onların qələbələrini gözləyirik. Bir məsələyə də toxunmaq istəyirəm. İdmançıların məişət problemlərinin həlli də daim diqqət mərkəzində olmuşdur. Hər il demək olar ki, 20-30 idmançıya Dövlət və Milli Olimpiya Komitəsi tərəfindən yeni mənzillər verilir. Bu praktika artıq 15 ildir ki, tətbiq edilir. 97-ci ildən başlayaraq biz bu proqramı başlamışıq. Böyük uğurlara malik olan idmançıların məişət problemlərini həll edə bilmişik. Bu proses bundan sonra da davam etdiriləcək. İdmançıların məişət, maddi təminatı da artır, mükafat fondu da artmaqdadır. Və bütün bunlar çox vacib olan məsələlərdir, vacib amillərdir. Ancaq mən bilirəm və tam əminəm ki, bizim idmançılarımızın əsas təkən verici stimulu vətən sevgisidir. Bütün başqa amillərlə yanaşı birinci sırada dayanan vətənə, xalqa olan bağlılıq. Və Azərbaycan idmançıları İstər Olimpiya oyunlarında, Avropa, dünya çempionatlarında medallar qazananda, Azərbaycanın milli himni səslənəndə hər bir vətənpərvər Azərbaycan vətəndaşı sevinir. Hər bir insanın, hər bir vətənpərvər vətəndaşın ürəyi fərəxlə dolur. Bu unudulmaz anları bizə idmançılar bəxş edir. Buna görə biz onlara minnətdarıq. Buna görə biz onları dəstəkləyirik və Azərbaycan idmançıları doğrudan həm peşəkarlıq, həm mənəvi dəyərlər baxımından nümunə ola bilərlər. Mən istəyirəm ki, gənc nəsil belə bu ruhda yetişsin. Gənc idmançılar qarşısında bizim idman qəhrəmanlarımız nümunə olsunlar. Həm idmanda, həm də həyatda. O ki, qaldı Azərbaycan dövlətinə və mənim bu sahədəki fəaliyyətimə, mən 15 ildir ki, Milli Olimpiya Komitəsinin prezidentiyəm. Və baxmayaraq ki, ölkə prezidenti kimi mənim çoxsaylı işlərim, böyük, çox şahəli funksiyalarım var. Buna baxmayaraq, Milli Olimpiya Komitəsinin prezidenti kimi də mən daim idmançılarla təmasdayam, onların problemləri ilə maraqlanıram, onların uğurlarına sevinirəm və hesab edirəm ki, bu həm cəmiyyət üçün, həm idmanın inkişafı üçün lazımdır. Və mən onu da qeyd eləmək istəyirəm ki, ölkə prezidenti vəzifəsinə də mən idman aləmindən gəlmişəm. 97-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilmişəm və 2003-cü ildə Respublika prezidenti. Yəni, mən Azərbaycan rəhbərliyində, belə demək mümkünsə, idmançıları təmsil edirəm və bundan sonra da hər bir sahədə olduğu kimi bu sahəyə də xüsusi diqqət göstərəcəm. Və təsadüfi deyil ki, 2012-ci il Azərbaycanda idman ili elan edilmişdir. Yəni, bu özlüyündə bir göstəricidir. Onu göstərir ki,
idmana doğrudan da dövlət tərəfindən böyük dəstək var. İdmançılara böyük qayğı var. İdmançılar bizim milli sərvətimizdir və Azərbaycan idman arenalarında öz sözünü deyir, deyəcək və mən əminəm ki, London Yay Olimpiya oyunları Azərbaycan idmanının növbəti təntənəsi olacaqdır. Bir daha əziz dostlar, əziz idmançılar, olimpiyaçılar, paraolimpiyaçılar, sizi bugün ürəkdən salamlayıram, sizə uğurlar arzulayıram və bilin ki, hər bir Azərbaycan vətəndaşı kimi mən də oyunları izləyəcəyəm, sizə azarkeşlik edəcəyəm və sizin qələbələrinizi gözləyəcəyəm. Sağ olun. Çıxış üçün söz verilir Gençler ve İdman Naziri Azad Rəhimova. Möhtərəm Cənab Prezident, əziz idmançılar, hörmətli qonaqlar, Azərbaycan müstəqillik dövründə artıq 5-ci dəfədir ki, dünyanın ən ali idman tədbiri Olimpiya oyunlarında iştirak etməyə hazırlaşır. Hər dəfə idmançılarımız belə təntənəli şəkildə yola salınması gözəl bir ənənəyə çevrilmişdir. İlk dəfə bu gözəl ənənəni təşəbbüskarı və yaradıcısı Ümummilli lider Heydər Əliyevin heyri duası ilə idmançılarımız 1996-cı ildə, Atlanta 2000-ci ildə Sidney Olimpiya oyunlarına yola düşmüşlər. Ulu öndərimizin dəyərli tövsiyələri həmişə idmançılarımızın qələbə əzmini yüksəltmiş, onlara nikbin əhval-ruhiyyə yaratmış və nəticədə Olimpiya oyunları böyük qələbələrimiz əsası qoyulmuşdur. Fərqli haldır ki, olimpiyaçıların təntənəli yola salma ənənəsi bugün də Cənab Prezident sizin bu birbaşa rəhbərliğinizlə davam etdirilir. Fürsətdən istifadə edib ölkəmizdə idmanın və olimpiya hərəkətinin inkişafına göstərdiyiniz xüsusi diqqətə və bugün bizimlə görüşdüyünüzə görə bütün idmançılarımızın və idman ictimaiyyətinin adından sizə dərin təşəkkürümüzü bildiririk. Hörmətli mərasim iştirakçıları, artıq növbəti London Olimpiya oyunlarında çox az vaxt qalır. Sevindirici haldır ki, müstəqil Respublikamızın olimpiya yığma komandası belə möhtəşəm bir tədbirdə əvvəlki olimpiyadalar müqayisədə daha geniş tərkibdə 53 idmançı ilə təmsil olunacaq. Möhtərəm Cənab Prezident, 4 il bundan əvvəl başlamış olimpiyada hazırlıq prosesi sizin 22 iyun 2010-cu il tarixli 30-cu Yay Olimpiya oyunları hazırlıq haqqında sərəncamımızla daha da sürətlənmişdir. Ölkəmizdə idmanın inkişaf etdirilməsi, olimpiya hərəkətinin genişləndirilməsi, yeni idman və olimpiya komplekslərinin tikilməsi zərurəti, eləcə də idmançılarımızın London Olimpiyadasında, dünya və Avropa çempionatlarında yüksək göstəricilərin təmin edilməsi məqsədi ilə 2012-ci ilin ölkəmizdə idman ili elan edilməsi də olimpiya oyunlarına hazırlıq prosesinə olduqca müsbət təsir göstərmişdir. Bugün Azərbaycan dünyanın idman mərkəzlərindən biri kimi nüfuzlu idman tədbirləri ev sahibliyi edir. Belə ki, 2011-ci ildə Respublikamızda 36 beynəlxalq yarış təşkil edilmişdir. Cari ilin 6 ayın ərzində isə artıq 28 beynəlxalq yarışa ev sahibliyi etmişik. Bugünədək 126 Respublika tədbirlərini keçirilmişdir. 217 beynəlxalq tədbirdə 79 təlim məşq toplantılarda yığma komandalarımız iştirakı təmin edilmişdir. Olimpiyadaya hazırlıq dövründə keçirilmiş yarışlar Azərbaycanımızın təbliği baxımından əhəmiyyətli olmuşdur. Xüsusilə may ayında ümumi lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş 4 kontinental, 4 milli və 12 qarışıq kollektivlə ümumilikdə 180 idmançının iştirakı etdiyi 23 yaşadək velosipedçilərin arasında 5-ci mərhələli beynəlxalq velo yürüyüşü qeyd etməyi lazımdır. İdman ilinə həsr olunmuş Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda təşkil edilmiş dünya şöhrətli Formula 1 hazırki çempionu Red Bull Racing komandasının canlı əfsanəsi David Coulthard'ın iştirakı ilə göstəri xarakterli avtoyürüyüş və nümunəvi çıxışlar Bakı sakinləri və şəhərimizin qonaqları tərəfindən maraqla və sevinclə qarşılanmışdır. Sevindirici haldır ki, artıq bir sıra beynəlxalq yarışlar təkcə Bakıda deyil, ölkəmizin müxtəlif bölgələrdə də keçirilir. Bu sırada Naxçıvan Muxtar Respublikasında şahmat, Yunan-Roma güləşi, üzgüçülük və digər idman növləri üzrə
təşkil edilmiş beynəlxalq turnirlər Naxçıvanı da region ölkələrin arasında idman mərkəzlərindən birinə çevrilməsi yolunda mühüm addımlardır. Bütün bunlar isə, cənab prezident, sizin həyata keçirdiyiniz idman siyasətinin böyük uğuru və konkret nəticəsidir. Bakı şəhərinin 2016-2020-ci il yay olimpiya oyunlarına ev sahibliyi etmə hüququ uğrunda mübarizəyə qoşulması da ölkəmizdə idman inkişafının bariz sübutudur. Bakı şəhəri namizəd şəhər mərhələsinə keçə bilməsə də, iddiaçı şəhər mərhələsində böyük iş aparıldı. İnanıram ki, bu sayədə qazanılan təcrübə gələcək olimpiyadalar uğrunda mübarizəyə öz sözünü deyəcəkdir. Hörmətli mərasim iştirakçıları, Pekin Olimpiyadasının ötən dövr ərzində Azərbaycan İdmançıları Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Federasiyalar tərəfindən mütəmadi dünya və Avropa çempionatlarına izam edilmiş bu yarışlardan vətənə uğurlu nəticə ilə dönmüşdülər. Bu göstəricilər həm medalın nisbətində, həm də ötən olimpiya oyunları ilə müqayisədə əldə olunmuş lisenziyaların fərqli öz əksini tapmışdır. Müqayisə üçün demək bilərək ki, olimpiya idman növləri üzrə qazanmış medalların sayında da dinamik inkişaf müşahidə olunur. Belə ki, bu rəqəmlər Atlanta Olimpiyadası ərəfəsində 93-96-cı illərdə 71 medal, Sidney 97-2000 146 medal, Afina 2001-2004 262 medal, Pekin Olimpiyadası ərəfəsində 2005-2008-ci ilin 7 ayı 467 medal, London Olimpiyadası ərəfəsində isə 2009-2012-ci ilin 6 ayı 835 medal olmuşdur. Göründüyü kimi, hər dəfə olimpiyada ərəfəsində olimpiya idman növlərində qazanılan medalların sayı əvvəlki olimpiyada isə müqayisədə təxminən 2 dəfə artmışdı. Üstü qeyd etmək istərdim ki, əgər Pekin olimpiya oyunlarında Azərbaycan 44 lisenziya qazanaraq 11 idman növündə təmsil olunursa, London 53 lisenziya ilə 16 idman növündə təmsil olunacaqdır. Ümumiyyətlə isə London Olimpiyadası Azərbaycan müstəqilliyi tarixində ilk dəfə olaraq 5 yeni kanoe, akademik qayğılar navar çəkmə, velosiped idmanı, idman gimnastikası və qılınc oynatma idman növlərində təmsil olunacaq. Pekində Azərbaycanı bir hakim təmsil edirsə, Londonda 5 hakimimiz 2 güləş, gimnastika, boks və ağırlı qardılma yolunacaqdır. Bundan başqa idmançılarımızla yanaşı 6 həkim, 29 məşqçi Londona gedəcəkdir. Londonda ölkəmizdə təmsil edəcək 53 idmançıdan 41 idmançı ilk dəfə olimpiya oyunlarında iştirakçıları olacaqlar. Komandamız daha geniş beynəlmiləl tərkibdə malikdir və əsasən titullu idmançılardan ibarətdir. Onların əksəriyyəti qatılı beynəlxalq novuzlu idman yarışlarda lisenziya qazanmaqla yanaşı, eyni zamanda həmin yarışların qalibi olaraq dünya və Avropa çempionatları adı layiq görülmüşlər. Sevindirici haldır ki, komandamız tərkibində müstəqillik dövründə dünyaya gəlmiş və ilk dəfə ölkəmizin olimpiyada təmsil edəcək gənc idmançılar da var. Bu fakt da bir daha sübut edir ki, həqiqətən Azərbaycanın idmanı müstəqillik illərində böyük bir inkişaf yolu keçmiş, perspektivli yeniyetmə və gənc idmançıların aşkar edilməsi üçün ölkəmizdə şərait yaradılmışdır. Möhtərəm cənab prezident, son illər ölkəmizdə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər təkcə idmançılar tərəfindən deyil, bütün ölkə vətəndaşları tərəfindən də rəğbətlə qarşılanır. Artıq ölkəmizdə 34 olimpiya idman kompleksi fəaliyyət göstərir. Son dövrlərində ölkədə tikilib istifadəyə verilən və geniş bir şəbəkəsi əhatə edən bu idman qurğuları idman sayəsində nəticələrin illərlə artırması, bədən tərbiyəsinin kütləvi inkişafına, olimpiyada hazırlıq işinin sürətləndirilməsinə şərait yaratmışdır. Və elə bu nəticəsidir ki, indi olimpiyada yığma komandalarımız tərkibində təkcə Bakı şəhərin deyil, həm də Sumqayıt, Gəncə, Naxçıvan, Mingəçevir, Lənkəran, Astara və sair rayon və şəhərlərin də idmançıların ölkəmizi təmsil edəcəklər. Möhtərəm cənab prezident, hörmətli mərasim iştirakçıları, artıq 30-cu yay olimpiya oyunlarında Azərbaycan yığma komandasının iştirakı ilə bağlı bütün hazırlıq işləri başa çatır. Gənclər və İdman Nazirliyi hazırlıq prosesinin yüksək səviyyədə aparılması üçün dövlət büdcəsindən 14 milyon 785 min manat məqsədli vəsait ayrılmışdır. Bundan başqa Milli Olimpiya Komitəsi, müvafiq federasiyalar və idman cəmiyyətləri tərəfindən hazırlıq prosesinin mütəşəkkil aparılması üçün lazımlı köməklər göstərilmişdir. Digər təşkilati məsələlər, akreditasiya, nəqliyyat, tibb ləvazimatı, idman geyimləri və xüsusi geyimlər kimi məsələlər də həll olunmuşdur. Olimpiya komandamız geyimləri İtaliyanın məşhur Ermanno Schervino şirkətinin moda evin tərəfindən hazırlanmışdır. İdman nümayəndələri həyətimiz 2 qrupda, birinci qrup iyulun
İyul ayın 24'ünde ikinci grup ise avqust ayın 4'ünde Londona yola düşəcəklər. İdmançılarımız yerləşəcəyi Olimpiya kəndində 25 iyul tarixində Azərbaycan komandasının salamlaması, Azərbaycan bayrağının qaldırılması mərasimi keçiriləcəkdir. İyulun 28'ində keçiriləcək Azərbaycan Günü adlı tədbirin hazırlıq işləri də başa çatmaqdadır. Bu tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin, bir çox milli olimpiya komitələrin və beynəlxalq federasiyaların nümayəndələri iştirakı gözlənilir. Qarşıda isə idmançılarımıza olimpiya oyunları layıqlı iştirak edərək, iradə, dözüm, mərdlik və milli qürur hissi nümayiş etdirib qələbə uğrunda mübarizə aparmaq qalır. Biz onları, hörmətli cənab prezident, sizin heyirduvanızla böyük ümidlərlə yola salır və inanırıq ki, onlar bu etimadı doğrulacaqlar, ölkəmizi layığınca təmsil edəcəklər, vətənə medallarla dönəcəklər. Diqqətinizə görə çox sağ olun. Çıxış için söz verilir. Serbest güreş üzere Azerbaycan yığma komandasının böyük məşqçisi Firdovsi Umudova. Möhtərəm cənab prezident, əziz idmançılar və qonaqlar, biz Olimpiya oyunları kimi çox mötəbər yarışların ərəfəsindəyik. Bir neçə gündən sonra Olimpiya yığma komandamız bu yarışlara qatılacaqdır. Biz daim yola salma mərasimində ümummilli liderimiz Heydər Əliyevin xeyirduasını almışıq. Və bu xeyirdu'a yarışlarda qələbə qazanmağımıza daima böyük dəstək olmuşdur. Bütün olimpiyaçılar bu dahi insanın xeyirduasından, diqqət və qayğısından bəhrələniblər. Çox sevinirəm ki, bugün dahi öndərimizin arzu və əməlləri, tövsiyələri reallaşır, onun yaratdığı ənənə davam edir. Mən idmançılarımızı şərəfli ada, olimpiyaçı adına layiq görüldüklərinə görə onları ürəkdən təbrik edirəm. Bu ada doğru gedən yol asan olmamışdır. Dövlətimizin göstərdiyi diqqət və qayğı, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Federasiya tərəfindən Olimpiya oyunlarına hazırlığın ilk günlərindən başlayaraq tərtib edilən hazırlıq proqramı və bu hazırlığın düzgün istiqamətdə qurulması, məqsədyönlü fəaliyyət, hər kiçik detala, hər kiçik problemə həssaslıqla yanaşmaq bugünkü uğurumuzun əsasını qoymuşdur. Bu müvəffəqiyyət biz məşqçilər üçün də böyük sevinçdir. Möhtərəm cənab prezident, bütün idmançılar və məşqçilər həmişə sizin qayğınızla əhatə olunublar, həmişə sizin diqqətinizi hiss ediblər. Bu isə idman sahəsində çalışan hər bir insan üçün çox vacibdir. Məhz bu qayğı daim idmançılarda ruh yüksəkliyi yaratmış, onları əzmlə mübarizə aparmağa, qələbə qazanmağa sövq etmişdir. Olimpiya oyunlarına yollanılacaq idman heyəti adından sizə dərin təşəkkürümü bildirirəm. Mən bir məşqçi kimi güləş idman növünü təmsil edirəm. Güləşin ölkəmizdə nə qədər populyar olmasından yəqin ki, söhbət açmaq çox vaxt aparardı. Lakin onu qeyd edim ki, ötən olimpiya oyunlarında güləş idman növü Respublikamızın idman sallaməsinə medallar bəxş etmişdir. Bu, Azərbaycanda güləş məktəbinin potensialının güclü olmasını təsdiqləyən bir faktdır. Bugün biz 53 lisenziyanın sahibiyik. Bu lisenziyalardan 13'ü güləşçilərin payına düşmüşdür. Mən ümidvaram ki, idmançılarımız öz əvvəlki uğurlarına rəğmən bu olimpiya oyunlarında da böyük azımşarlıqla çıxış edəcək və yeni nailiyyətlər qazanacaqlar. Bütün idmançılara dözüm və dəyanət, qələbə uğrunda var qüvvə ilə mübarizə aparmağı arzulayıram. Diqqətinizə görə sağ olun. Çıkış için söz verilir. Atletika İdman növü üzrə Paralimpiya yığma komandasının üzvü, 3 qat dünya çempionu Hüseyin Həsənova. Möhtərəm cənab prezident, mən bütün parametrlər adından icazə verin sizi təbrik edeyim, salamlayım. Xüsusi diqqət və qayğınıza görə yanım minnətdarlığımızı bildirim. Əsası milli liderimiz Heydər Əliyev tərəfindən qurulmuş Milli Paralimpiya Hərəkatı bugün şəxsən sizin sayənizdədir ki, böyük uğurlara imza atmışdır. Bugünə qədər həvəskar idman kimi tanınan Paralimpiya Hərəkatı peşəkar idman səviyyəsinə yüksəlmişdir. Xatırınızdadırsa 2008-ci ildə Pekin Yay Paralimpiya oyunlarına yola salarkən, bizlərə inandığınızı və güvəndiyinizi demişdiniz. O zaman biz idmançılar sizə həsr etdiyimiz çıxışlarımızı 2 qızıl, 3 gümüş və 5 bürüz medal qazanmaqla yerinə yetirdik. Bugün mən bütün paralimpiyaçı idmançılar adından sizə əmin etmək istəyirəm ki, 14-cü London Yay Paralimpiya oyunlarında bütün gücümüzü və bacarığımızı sizin dünya səviyyəsində tutduğunuz yüksək nüfus və səviyyənizə uyğun quracaq və ölkəmizə daha çox medallar qazandıracaq.
Biz paralimpiyaçı idmançılar 14-cü London Yay Paralimpiya oyunlarına xüsusi proqram əsasında hazırlaşmış və bu il əvvəlki illərdən fərqli olaraq 6 idman növü üzrə 21 nəfər idmançı 34 lisensiya qazanaraq yüksək yerlər uğrunda mübarizə aparacaq. Xüsusilə qeyd etmək istəyirəm ki, 1996-cı ildən 4 paralimpiya oyunlarında iştirakçısı olan milli komandamız tərkibində yalnız bir qadın iştirakçısı var idi. Çox sevindirici haldır ki, bu il 2012-ci il London Yay Paralimpiya oyunlarında komandamızın heyətində 5 qadın idmançı iştirak edəcəkdir. Eyni zamanda bildirmək istəyirəm ki, dövlətimizin biz paralimpiyaçılara qayğısı əsirgəmir. Bizim idmançılarımız artıq cəmiyyətin hörmətli, nüfuzlu və tanınmış insanlarına çevrilmişdirlər. Bu da öz növbəsində biz məsuliyyətimizi qat-qat artırır. Çıxışımın sonunda bir daha minnətdarlığımı bildirir və sizi əmin etmək istəyirəm ki, biz paralimpiyaçı idmançılar 14-cü London Yay Paralimpiya oyunlarında milli ənənəyə sadiq qalacaq və yalnız yüksək əyarlı medallar uğrunda ciddi mübarizə aparacaq. Hər bir idmançımız dövlət bayrağımızın qaldırılmasına və himnimizin səsləndirilməsinə nail olmağa çalışacaq. Çıxışımın bir kənara qoyub, cənab prezident, mən sizi ürəkdən səmimi qəlblə təbrik edirəm və sizə çox təşəkkürlər edirəm ki, bizlərə bu şəraiti yaratdığınız üçün. Çox sağ olun ki, bizlərə bu şəraiti yaratdınız. Nə mutlu bizə ki, Azəri xalqına ki, bizim sizin kimi prezidentimiz var. Çox sağ olun. Çıxış üçün söz verilir. Boks üzrə yığma komandanın üzvü Vətən Hüseynova. Möhtərəm cənab prezident, hörmətli tədbir iştirakçıları, əziz idmançılar, bugün biz həyatımızın ən məsuliyyətli və şərəfli anlarını yaşarıq. Dövlətimiz, xalqımız haqlı olaraq bizdən London Olimpiyadasında böyük uğurlar gözləyir. Bu oyunlarda xalqımızın, Olimpiya hərəkatımızın lideri kimi, cənab prezident, şəxsən sizin etimadını doğrultmaq üçün bu sözü burada yox, London Olimpiyadasında deyəcəyik. İcazə verin bütün idmançılar adından Olimpiya andını səsləndirim. Olimpiya andı. Biz 30-cu yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan idmançıları bu mötəbər yarışlarda ölkəmizin idman şərəfini ləyaqətlə qoruyacağımıza and içirik. Dövlətimizin, xalqımızın bizə olan etimadını doğrultmaq üçün yarışlarda var gücümüzlə mübarizə aparacaq, daima ölkəmizin adını uca tutacaq, əsl idman rəqabətini nümayiş etdirəcək. Olimpiya oyunlarının keçirildiyi yarış meydanlarında müstəqil Azərbaycan Respublikasının üstünlüyü bayrağının qaldırılması, dövlət himnimizin səsləndirilməsi, doğma vətənimizə qələbələrlə dönmək namı sonadək əzmlə mübarizə aparacağımıza and içirik.